Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bugünkü söhbətimiz Bələd surəsinin digər ayələri haqqında olacaqdır. Keçən dərslərimizdə bu surənin mühtəvası haqqında və 2 ayə haqqında açıqlamalar verdik. Bugün isə həmin surənin digər ayəsi haqqında danışmaq istəyirəm. Üçüncü ayə belə buyurulur 3-cü ayədə. Və validin və ma vələd. And olsun ataya və onun oğluna. Bildiyimiz kimi öncəki dərsdə Allah Taala'nın zəruri məsələlərə görə and içdiyini xatırladıq. Söylədik ki, Allah Taala bəzi vaxtlar dəyərli, əhəmiyyətli bir şeyin özünə yaxud hansı bir məsələnsə vurğulamaq istər, ona xatir andlar içir. Bu da o surələrin, o üslubların bir nümunəsi idi. Allah Taala bu ayədə ata və oğlu and içir. Ata və oğul kimdir? Niyə görə Allah Taala bunu and içir? Ata və oğlun kimi olması barəsində müfəssirlərimiz müxtəlif rəylər açıqlamışlar. Bu barədə nəzərinizə bir neçə mətləbi çatdırmaq istəyirəm. Məqsəd Həzrət İbrahim və onun oğlu Həzrət İsmail olduğunu vurğulamışlar. Yəni söyləmişlər ki, burada ata oğuldan məqsəd ata Həzrəti İbrahim, oğul Həzrəti İsmail. Onlar çünki Məkkə şəhərini və Kəbənin əsasını qoyanlar idilər. Və eyni zamanda ərəblər özlərini bir neçə vasitə ilə İsmailə çatdırır, ana tərəfdən. İsmaildən də özlərini İbrahimə çatdılar və bununla öyünürdülər. Deyirdilər ki, biz Həzrəti İbrahimin nəsliyik. Bunu özləri üçün iftixar sayırdılar. Digər bir nəzəriyyə, digər bir təfsirə əsasən ata və oğuldan məqsəd Həzrəti Adəm və onun övladlarıdır. Yəni Allah Taala Həzrəti Adəm və onun övladları indiyə qədər olan Adəm övladlarına və onların atası Əbulbəşər Həzrəti Adəm əleyhissalama and içir. Bu bir təfsirdir. Digər bir təfsirimiz isə hər bir ata oğlun olmasıdır. Yəni insan nəslinin müxtəlif kəsiyində Həzrəti Adəmdən bu günə qədər dünyaya gələn, yer üzündə yaşayan hər bir ata və oğula Allah Taala and içmişdir. Allah Taala burada andları nə üçün içir? Yuxarıda müqəddəs şəhərə and içdi, Peyğəmbərin orada məskunlaşmış olduğun xatırlatdı, Həzrəti Adəmə, İbrahimə, yaxud hər bir ata oğula and içdi. Əlbəttə, bunu vurğulamaq istərdim. Bizim mövzumuza, təfsirimizə uyğun olan birinci təfsirdir. Yəni, burada Allah Taala Məkkə şəhəri haqqında danışdığı üçün, çünki biz öncəki bəhsimizdə, öncəki dərsimizdə sübut etdik ki, burada məqsəd, şəhərdən məqsəd Məkkə şəhərdir. Məkkə şəhəri sübut olduğuna görə və Məhəmməd Peyğəmbərin də orada yaşadığına görə Məhəmməd Peyğəmbərin ata-babalarına gedib çıxan, onun ata-babası sayılan Həzrəti İbrahim və İsmailə and içməsi daha da məqsədə uyğundur. Çünki onlar o şəhəri abad etmişlər, Kəbəni təzədən Allahın əmri ilə bir nəzəriyə görə binasını qoymuşlar, bir nəzəriyə görə yenidən təmir etmişlər. Bildiyimiz kimi tarixdə bəzi rəvayətlərə əsasən Kəbə Adəm tərəfindən tikilib. Müxtəlif zaman kəsiyində yağışa, tufana məruz qalaraq dağılıb aradan gedib. İbrahim Peyğəmbərin də dövründə Allahın əmri ilə yenidən təmir və bərpa olunub və bəzi nəzərlərə görə də yenidən tikilib onların ata-oğlun vasitəsilə. Və bu əhəmiyyətlərə görə bilirik ki, ata-oğuldan məqsəd Həzrəti İbrahim və onun oğlu İsmaildir.
Bu andıları niyə içmişdi? Nə üçün içdi? Bu ayədə Allah Teala nəyə görə and içdiyini bizə xatırladır. Allah Teala bu andılarla bağlı olduğu, onlarla bağlı nəzərdə tutduğu ən son hədəfi bizim üçün açıqlayır. O son hədəf nədir? Laqad xalaqnal insana fi kabad. Həqiqətən biz insanı çətinlikdə yaratdıq. Andıları işte bu məsələni bizim üçün xatırlatsın. Bu əhəmiyyətli məsələ insanın çətinlikdə yaranmasıdır. Ayədə kəbəd, yəni çətinlik kəlməsi işlənmişdir. Yəni sual yaranır, çətinlikdən məqsəd nədir? Yəni Allah Teala bizi çətinlikdə yaratmışdır. Nə demək istəyir? Bu kəbədin mənası nədir? Bu barədə müxtəlif açıqlamalar var. Bəzi təfsirçilərimizin, bəzi lüğət alimlərimizin bu kəlmə barəsində bizim üçün bəyanlar var. Onları bildikdə Allah Teala'nın məqsadını daha dəqiq anlamaq olar. Təbərsi Məcmuəl Bəyanda kəbəd sözü barəsində belə açıqlama verir. Kəbəd sözü qəliz və şiddət mənasındadır. Bir şeyin qəlizləşməsi, şiddətli bir şeyə kəbəd deyilir. Ərəblər belə bir cümlə işlədir. Təkəbbədəl ləbən. Yəni süd qəlizləşdi, qatılaşdı. Bu mənaya təfsir olunmuşdur bu cümlə. Başqa bir lüğətşünasımız Rağib İsfahani özünün müfradat kitabında bu kəlmə barəsində başqa bir açıqlama verir. Kəbəd sözü həsəd vəznindədir. İnsanın qaraciyərində yaranan və ona əziyyət verən hər cür xəstəlik və problemə şamildir. Bu alimin fikrinə görə qaraciyərdə olan bütün ağrılar, sorunlar, çətinliklər, problemlər kəbəd sözünün altındadır və ona şamil olur. Kəbədin bir mənası da ərəb qrammatikasında da qaraciyər deməkdir. Qaraciyərin adı ərəbdə kəbəddir. Niyə görə? Çünki orada bütün ağrılar, bütün çətinliklər, bütün dərdlər ora yığılır. Lüğəvi mənasından asılı olmayaraq, bu sözün hazırda nəzərdə tutulan mənası çətinlik və narahatçılıqdır. Burada bizim mövzumuza, bəhsimizə uyğun olan lüğətin mənası çətinlik və narahatçılıqdır. Niyə görə çətinlik və narahatçılıq? Bu kəlmədən biz nə başa düşürük? Allah Teala bununla nə demək istəyir? Bizə nəyə xatırlatmaq istəyir? İnsan nütfə halından ana bətnində çətinlikləri başlayır. Adi nütfə ana bətninə düşdükdən sonra laxtalanmış qan olur, sonra çeynənmiş ətə bənzəyir, sonra bir insan formasına düşməyə başlayır, sonra sümüklər verilir, sonra sümüklərin üzərinə ət yığılır, sonra Allah Teala ona surət bəxş edir. Bu mərhələlər keçir, dünyaya gəlir. Dünyaya gəlir, başqa bir çətinlik dövranı başlayır. Uşaqlıq dövrü, yıxıldır, ağlaq, xəstəlik, yemək, ana həsrəti, soyuq, isti, bu çətinliklər. Cavanlıq dövrü, yenə çətinliklər başlayır. Oxu, ailə qur, işlə, çalış, övlada bax, onu al, bunu al, hamısı çətinliklərdir. Qocalıq dövrü, özünü idarə edə bilmir, yaşdaşır, ağrılar başlayır. Bütün bunlar insanın həyatında çətinliklərlə dolu olan bir məsələdir. Heç kim bu məsələdən istisna deyil. Heç kim deyə bilməz ki, məndə çətinlik yoxdur. Bəşəriyyətin rəhbəri, üstünü, ən şərəflisi olan Peyğəmbərlərimiz və onların içərisində Həzrəti Muhammed, Allahümə sallallahu Muhammed belənçi çətinliklərə, əziyyətə, narahatçılara məruz qalıbsa, digər sadə insanlar belə bir hökmdən kənarda qala bilməz. Onlar da mütləq və mütləq bu çətinliklərlə qarşılaşmışdır. Bu ayələrimiz insan barəsində idi.
Yəni, insanı biz çətinlikdə yaratdıq. Allah Teala burada insanın xüsusiyyətlərinə, bəzi insanların xüsusiyyətlərinə, onların bəzilərinin təkəbbürlü, qürurlu, bəzilərinin qəflətdə olmasına işarə edir. Digər ayəmiz Bələd surəsi 5-ci ayədir. Allah Teala qafil insanlar barəsində belə buyurur. Əyyəhsəbu ən lən yəqdirə aleyhi əhəd. Yoxsa o elə güman edir ki, yəni insan, əsla heç kimin ona gücü çatmayacaqdır. Heç kimin ona qüdrəti çatmayacaqdır. Buna görə də küfr və tuğyan edir. Elə fikirləşir ki, heç kim onunla bacara bilməz və bunlara əsasən günaha mürtəkib olur. Bu ayə ilə Allah Teala bizə bildirmək istər ki, insan həyatının çətinlik və problemlərlə dolu olması onun zəiflik və acizliyinə işarədir. Ey insan, bu qədər çətinliklər, əziyyətlər, narahatçılıqlardan baş çıxara bilmirsən, öhdəsindən gələ bilmirsən. Necə iddia edirsən? Axı, sən aciz bir bəndəsən. Necə iddia edirsən, heç kimin sənə qüdrəti, gücü çatmaz? Bu ayənin digər bir açıqlamaları da var. Onu da nəzərinizə çatdırmaq istəyirəm. İnsan özündə hansısa bir qüdrət hiss etdikdə, ilahi qadağalara əhəmiyyət vermir, məhəl qoymur. Elə güman edir ki, Allahın əzabından amanda qalacaq. Yəni, pulu, malı, dövləti bunu ilahi əzabdan amanda saxlayacaq. O insan niyə elə edir? Bəzən görülür ki, dünya həyatında pulu var, dövləti var, rəislərin ağzını yumur, bəzi məsələlərlə özünün haqsız işlərinin üstünü örtür. Elə fikirləşir ki, Allah Teala da belədir. Yox, elə deyil. Allah Teala hər bir əməlinə, hər bir zərrə əməlinə görə ondan hesab çəkəcəkdir. Elə fikirləşməsin. Bəzən də başqa bir təfsir var bu ayəmiz üçün. Ayədəki məqsədin varlı insanlar olduğu bildirilmişdir. Və onlar elə düşünürdülər ki, heç kəsin onların mal, dövlət və sərvətini almağa qüdrəti yoxdur. Və kimsə onların nalayiq əməlləri müqabilində cəzalandıra bilməz. Məlum məsələdir ki, belə bir təsəvvür yanlış bir təsəvvürdür. Belə deyil, o istədiyini edə bilməz. Bu ayənin digər bir təfsiri də var. Belə söylərlər ki, bir nəfərin haqqında nazil olub, Cumuh qəbiləsindən olan Əbdül-Əsəd adlı bir güclü şəxs var idi. Onun haqqında belə deyirlər, balaca bir dəri parçasını yerə qoyar, üstlərində oturar, 10 nəfər çalışardı ki, onu onun ardından götürsün, gücü çatmazdı, bacarmazdı. Bir təfsirə əsasən deyirlər ki, bu insanın barəsində nazil olub. Əlbəttə, bunu da qeyd etmək istərdim ki, ayənin bir fərd yaxud bir şəxs barəsində nazil olması onun ümumi mənaları əhatə etməsinə maneə törətmir. Bu ayə həm bir şəxs barəsində də nazil ola bilər və ayənin genişliyi də belə ona görədir ki, Allahın kəlamlarının fəsahəti, bəlağəti elə ona görədir ki, bütün dövrlərdə, bütün insanlara, bütün bəşəriyyətə şamil ola bilər. Ona görə biz deyirik ki, Quran diri və əbədidir, yaşayır və bizim üçün belə bir hökmləri verir. Digər ayəmiz haqqında açıqlama vermək istəyirəm. Burada da Allah Teala o nankör insanlara, qəflətdə olan, qürurlu insanlara işarə edir. Və belə buyurur. Bələd surəsi 6-cı ayə. Yəqulu əhləktu maləl-lübədə. Mən çox mal tələf etdim, deyir. Yəni, insan bəzən belə söyləyir, mən çox mal tələf etdim. Kim çox mal tələf edib? Harada? Bu məsələ nəyə aiddir? Nəyə işarədir? Onun haqqında müxtəlif fikirlər var. Onları sizin nəzərinizə çatdırım. Ayənin genişliyi üçün belə başa düşək ki, heç bir sorun yaranmasın. Bu ayə bir qrup insanlara xitab olunanda ki, xeyirxah işlər gör. Allah yolunda
pullar xərclə. Xumus ver, zəkat ver, bəzi işləri həyata keçir. Onlar öyünərək deyərlər ki, biz bu sahədə çox pullar xərcləmişik. Yəni biz cəmaata, başqalarına çox pul vermişik. Əlbəttə onların xərclədiyi pullar başqalarına görə olub, riyakarlıq yaxud öz məqsədlərinə çatmağa görə idi. Bunun da savabı Allah yanında deyil. Məlum məsələdir ki, onlar üçün etdiyi üçün onlardan da savabını almalıdır. Bəzi təfsirçilər söyləyir ki, İslam düşmənləri Peyğəmbərin, İslamın müsəlmanlar əleyhinə xərcləyib pullara işarə edirlər. Onu tələf etmək mənasındadır. Buna şahidimiz Həzrət Əli əleyhissalam Xəndək döyüşündə Əmr ibn Əbdəvuda İslamı təklif etdikdə Əmr ibn Əbdəvud belə cavab verir. Bəs mənim İslam yolunda İslamın əleyhinə, müsəlmanların əleyhinə, Peyğəmbər əleyhinə xərclədiyim pullar necə olacaq? Yanlış təsəvvürə fikir verin. Onlar bu yolda xərclənən pulları fikirləşirlər ki, biz axı bu İslamı məhv etmək üçün xərcləmişdik. Bu hədisimizin, bu kəlamın ünvanı Nurus Səqilin təfsiri 5-ci cild, səhifə 580, 10-cu hədisdir. Təfsirçilərin bir qismi isə belə deyir ki, bu ayə Haris ibn Amir barəsində, bəzi Qureyş bölgələri barəsində nazil olub. Onlar İslam'a gəldikdə bəzi günahlar edirdi. Hər günah etdikdə Məhəmməd Peyğəmbərin huzuruna gələr, sallallahu aleyhi və səlləm, çarə yol axtarardılar. Peyğəmbərimiz də onlara buyurardı ki, kəffarə verin. Və bu məsələyə işarədir. Haris ibn Amir deyir ki, biz İslam'a gəldikdə çoxlu kəffarələr verməklə mal dövlətimizi xərclədik. Bu hədisimizin də ünvanı Məcmuəl Bəyan təfsiri 10-cu cild səhifə 493-dür. Əlbəttə, burada birinci təfsir bizim məqsədimizə uyğundur. Yəni, insanlara xeyirxah işlər görün, Allah yolunda pul xərcləyən deyildikdə onlar deyər ki, biz bu yollarda çox pul tələf etmişik. Onlar üçün tələf etmək sayılır. Yalnız həqiqi möminlər üçün bu işlər Allah yanında baqiyyat və salihat da əbədi olaraq qalır. Ayədə 2 dənə incə məqam var. Tələf etmək, bir də lübət sözüdür. Tələf etmək, bunların fikrində görün Allah Teala nə qədər incə buyurur ki, tələf etdi. Yəni onların fikrində, yəni mənim fikrimdə mənə görmə olmayan iş, İslam əleyhinə görülən iş, başqasına xatir görülən işlər sanki verilməmiş kimi, tələf olmuş mənasındadır. Bir kəlmə də lübət kəlməsidir. Lübət də çoxlu mala işarə edir. Hər bir şeyin çox olması, hər bir şeyin çox olmasından da məqsəd burada mal dövlətə və sərvətə işarədir. Burada sözümü sona yetirirəm. Gələn söhbətlərimizə qədər, gələn ayələrimizdə Allahın izni ilə bu mövzuların davamına işarə edəcəyik. Yenə də insana bəxş olunan nemətlər, onun qüruru, onun qəfləti, onun nankörlüğü haqqında açıqlamalar verəcək. Vəssalamu aleykum və rəhmətullahi və barakatuh.